Şəhidlərimiz dəfn olundu. 1-ci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhidlərimiz Abbasov Rəfail Sultanoğlu, Əliyev Əliyar Fərruxoğlu, Bayramov Azər Zirəddinoğlu və Mehdiyev İlham İmdadoğlu Suraxanı rayonu Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunublar. Dəfn mərasimində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, müdafiə, daxili işlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan ordusunun Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi şanlı qələbədən danışıb. 1-ci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının uğurla tamamlandığını bildirib. O, döyüş meydanında qazanılan zəfər nəticəsində həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu, həm də başımıza gətirilən müsibətlərin qisasının alındığını diqqətə çatdırıb. Şəhidlərimiz yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himninin sədaları altında torpağa tapşırılıblar. Onların ruhuna dualar oxunub, məzarları üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutların büküldüyü Azərbaycanın dövlət bayraqları şəhidlərin yaxınlarına təqdim olunub. Dəfn mərasimindən sonra ehsan süfrəsi açılıb.